Salam, axşamınız xeyir olsun əziz dinləyicilər. İlk iş günündə, bayramdan sonra ilk iş günündə sizə hər birinizə xoş gördük. Bu gün həftənin 3-cü günüdür. Amma 4 gün istirahətdən sonra yenidən efirdəyik və hər birinizi xoş gördük, xoş eşitdik. Həm izləyicilərimizi, həm dinləyicilərimizi. Təbii ki, studiyada tək deyiləm. Mənim yol yoldaşım var, yol həmkarım var. Öz günündə, öz saatında bizim yol hərəkəti üzrə, yol hərəkəti təhlükəsizliyi üzrə ekspertimiz Səid müəllim studiyadadır. Səid bəy, xoş gəlmisiniz. Xoş gördük. Mən də hər birinizi salamlayıram. Sükan arxasında olanları, bizi izləyənləri, bizi dinləyənləri hər birini salamlayıram. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Çox maraqlı bir mövzu seçmişəm. Nəyə görə? Bu son günlər, bu istirahət günləri daha doğrusu, biz istirahətdə olarkən təbii ki, hamımız üzü rayonlara getdik, şəhərlərə getdik, söhbətlər, əsnaslar və təbii ki, bizi orada görənlər hər biri başlayırdı bizdən danışmağa, yol hərəkətində olan hər hansı bir çatışmazlıqlar, eyni zamanda tıxaclar, ən çox da böyük mövzumuz tıxaclar idi və çox maraqlı bir diskussiya oldu orada. Nədənsə əks cinslər başladılar bir-birlərini günahlandırmağa ki, tıxacı yaradan bəylərdir və ən çox bəylər də bildirdi ki, tıxacı yaradan xanımlardır. Yəni yolda mənasız, səbəbsiz yerə tıxacı yaradan xanımlardır. Həqiqətən mən belədir. Səid bəy, tıxacı kim yadardır? Cinsiyyət ayrımı eləsək, yəni xanımlar desək, bəylər bizdən inciyəcək, bəylər desək, xanımlar bizdən inciyəcək. Tıxacın ən böyük səbəbkarı, yəni yaranma səbəbkarı sürücülərdir. Sürücülərdir. Bəli, səbirlə, təmkinlə hərəkət eləmirlər, diqqətçil deyirlər. Bəli. O cür tip sürücülər tıxac yaradırlar. Amma nədənsə bu aralar bu məsələlərdə bir qədər incə məqamlar var ki, nədənsə biz kimisə həmişə günahkar bilməyə çalışırıq, kimisə günahlandırırıq. Bilmirəm nəyə görə. Yəni mənim özümə də maraqlıdır ki, tıxacdır, hər hansı bir şəxs gedir və sükan arxasında həmən şəxsi görürlərsə, fərqi yoxdur, xanım və yaxud bəy olsun. Bu zaman bir mənalı fikir var. Dedi, bu, yəni xanımın dediyi çox olub. Elə şeylə çox rastlaşmışam. Sükan arxasında yanımda xanım əyləşib və yaxud xanım sükan arxasında mən əyləşmişəm. Söhbət edirik. Bu zaman görürsən də, yəni fakt gördünüz müəllim? Gördünüz tıxacı yaradan kimlərdir? Deyənlər də var, az deyirlər. Eyni zamanda bunun 80% üstünlüyü də bəylər təşkil edir ki, hansı yolda asta gedən, təmkinlə hərəkət edən və yaxud da ki, sözün mənim də oldu da indi bir hərəkət eləyir, hər hansı bir hərəkət eləyir, sükan arxasında xanımı gördük, qardaş, bunlar maşın sürə bilmirlər. Və fikir olaraq da bunu bildirirlər. Həqiqətənmi elədir? Bu mənə maraqlı gələn odur. Yox, ümumiyyətlə belə deyim də, nəinki xanım sürücülər, əksər bu dəqiqə hal-hazırda mən öz şəxsi fikrimi deyim. Yəni məlum məsələdir ki, mən xanımlarla, bəylərlə nəzəri dərslərdə iştirak edirəm, təlim dərslərində iştirak edirəm. Təbii. Burada bizdə deyərdim ki, yol hərəkət qaydalarına riayət edən əksər hallarda xanımlardır. İndiki hal-hazırki vəziyyətdə əksər hallarda xanımlardır. Sadəcə bəylərin belə deyək də, yolda hərəkət zamanı tıxaca səbəb olmaları onların manevr qaydalarını düzgün icra etməmələri, səbirsiz olmalarıdır. Amma xanımlarda belə səbirsizlik yoxdur. Xanımlar rahat öz zolağını tutur, yəni təmkinlə maksimal sürət həddi. İndi düzdür, bütün sürücülərə də şamil eləməyim bunu, bütün xanımlar və ya bütün bəylərə də şamil eləməyim. Təbii ki, xanımlarda da, bəylərdə də qayda pozan sürücülərimiz var. Kifayət qədər vali var. Deyərdim ki, bu dəqiqə hal-hazırda qayda pozmayan yoxdur. Sadəcə indi biri var bilərəkdən qayda pozasan, biri var bilməyərəkdən hər hansısa bir manevri. Yəni indi fikrin olar və fikirli olarsan və s. qayda pozuntusu eləyərsən. Burada bizdə əsas məqsəd tıxacı kimlərin yaratdığını günahlandırmaq yox. Bizim əsas məqsədimiz tıxacı müəyyən hissədə danışıb, nə isə qaydanı izah verib aradan qaldırmaqdır. Və yeri gəlmişkən, Səid bəy, monitora fikir verin, zəhmət olmasa. Xatırlayırsınız, biz keçən səfər bu yolun sizinlə bir qədər müzakirəsini apardıq bir yerdə. Bəli. Bu yol Ukrayna dairəsi istiqamətinə gedən yol. Gedən yoldur. Bəli, xalqlardan gəlirsən, sağa Kənd Əhmədli istiqamətində gedən yoldur. Səid müəllim bildirmişdi ki, yolun sağında olan işıqfor yeri mütləq şəkildə dəyişilməlidir. Çünki yerdə çəkilən zolağın nişanına uyğun deyil. Bəli. Və sağ olsunlar bizi eşitdilər. Bir gün sonra.
Bəli, əlbəttə ki, eşidiblər. Gecə ilə dəyişdilər. Həmin günün sabahsı mən həmin yolu getdim. Svetoforu gecə ilə axşam elə ki bizim verilişdən sonra artıq svetoforu götürüb ayrıcı zolağın üzərində quraşdırmışdılar. Bəli. Mən əslində çox bəyəndim və minnətdaram ki, ən azından bizim səsi eşitdilər və belə deyim də, çünki istənilən halda düzdür. İstənilən halda orada sarı yerdə çəkilmiş zolağın üzərində dayanmaq cərimə yaradırdı. Amma sağa ancaq birbaşa hərəkət verilir. Hərəkət verilir, rahat şəkildə. Rahat şəkildə sağ zolağı tutub o zolaqla hərəkət edir. Hətta ora yaxınlaşanda bir dənə diqqətli ol. Ora yaxınlaşanda deməli sağ zolaqda avtobus zolağı kimi nəzərdə tutulmayıb artıq. Avtobus zolağını artıq veriblər orta zolağa. Orta zolağa veriblər. O da nəyə görə? Fikir verin. Orada yerdə mən sonra maraqlandım ki, nə əcəb ora biz getdiyimiz zolaq boyu artıq başlayıblar o həmin xəttlənməni etdilər. Çünki sağdakı avtobus zolağında, bəli, avtobus zolağı müəyyən bir hissəyə kimi davam eləyir. Artıq yol ayrıcına yaxınlaşanda bir 100 metr qalmış avtobus zolağını oradan ləğv edib orta zolağa keçirlər. Orta zolağa verirlər. Ona görə nişanlanmaq. Çünki avtobuslar zaten düzünə gedirlər o istiqamətdə. Avtomobillər sağ ilə hərəkət edirlər. Evet. Birinci əsas sol zolağı isə o zaten yuxarı qalxmaqdan ötürüdür və çox düzgün addım oldu, təqdirə layiq addım oldu. Mən də minnətdaram ki, ən azından bizim səsimizi eşitdilər. Bu təbii, mənim də yenə deyirəm, öz fikrim vardı. Nəyə görə? Çünki bax fikir verin, yol qırağı saxlayan əksər sürücülər orada demək olar ki, hər gün bəlkə bir 100 sürücü cərimələnir. Baxın, çox üzr istəyirəm. Orada yük avtomobillərinə diqqət yetirin. Bəli. Yük avtomobillərin parklamasına. Həmin parklama qaydası əsasında yük avtomobillərinin orada o formada, yəni səkiyə bucaq altında parklaması çox yanlışdır. Səbəb nədir? Çünki yük avtomobilinin uzunluğu adi mini avtomobilin uzunluğu ilə eyni deyil. Təbii. Onlar orada səkiyə bucaq altında parklayanda artıq nəqliyyat vasitəsinin yarısı gəlib çıxır ikinci zolağa. İkinci zolaqda olan nəqliyyat vasitələri də məcburdur ki, üçüncü zolaqdakıları sıxışdırıb getsinlər. Bəli, baxın, həmin bu hissədə. Bəli. Orada artıq tıxacın yaranmasına səbəbdir. Elə bugünkü mövzumuz tıxacı yaradan kimlərdir? Bəli, biz özümüzdür. Tıxacı yaradan, yəni zaten bizik. Qıraq adam yoxdur burada tıxacı yaradan və ümumiyyətlə orada hər gün mən inandırım ki, yol polisi hər gün orada cərimə yazır. Mütəmadi, bəli, dayanma durmaya görə hər gün cərimə yazır ki, o yolda tıxacı olmasın. Çünki baxın, indi birazdan hardasa bir 15-20 dəqiqədən sonra həmin yolda tıxac sıxlaşır. Bəli. Sıxlıq artıq tıxac olur və bu yolda da intensiv hərəkətli eləyən, buradan yolla gedənlər həm Hövsan istiqamətinə gedirlər, həm Əhmədli qəsəbəsi istiqamətinə gedirlər, həm Kəndi Əhmədliyə gedənlər var. Eyni zamanda Nargilə dairəsinə düşənlər var. Yəni çox intensiv şəkildə işlənən bir yoldur və nəzərə alsaq ki, sağlı sollu özü də həm sağında, həm solunda avtomobillər dayananda o yol tıxac olacaq. Bir zolaq gediş üçün nəzərdə tutulmayıb artıq. Yəni ora 3 zolaq nəzərdə tutulub hərəkət istiqamətinə. Sadəcə 2, orada 3-dür, 4-dür. 3 zolaqdır, sağda 3 zolaqdır. Sağda 3 zolaqdır. Kənd Əhməd tərəfdə 3 zolaqdır. Nəysə, yəqin ki, ümid eləyirik ki, bu problem də qısa vaxt ərzində aradan qalxacaq. Amma mövzumuz da yerində qalır. Səid müəllim, ümumiyyətlə, tələbələrimizdə ən çox hansı şəxslər üstünlüyü göstərirlər? Yəni, xanımlar yoxsa bəylər? Nəzəri dərslərə ən çox bu dəqiqə, elə nəzəriyyə də təlimə də, yəni sürmə dərslərinə bu dəqiqə ən çox xanımlar daha çox üstünlük verir. Mən bayaqlarımı ona görə vurğuladım ki, xanımların bu dəqiqə nəzəri cəhətdən bilik səviyyəsi bəylər cəhətdən çoxdur. Yəni faiz dərəcəsi çoxdur, həddindən artıq çoxdur. Bəli. Bizdə misal üçün deyim, bir qrupda 20 nəfər olursa, onun 4 nəfəri bəy olur, 16 nəfəri xanım olur. Yəni bu dəqiqə. Amma bunun deyim sizə 2020 pandemiyadan qabaqçı dövrdən, pandemiyadan qabaqçı vaxtda 20 nəfər bəy olur, 20 nəfər tələbə olurdusa, onun 16 nəfəri bəy olurdu, 4 nəfəri xanım olurdu. Artıq bu dəyişilib. Artıq dəyişilib. Yəni yerləri dəyişib. Nəzəri hissədə bilik səviyyəsi xanımların bilik səviyyəsi bəylərin bilik səviyyəsindən daha çox. Fatimə xanım yazır ki, məncə tıxacı kişi sürücülər yaradır. Çünki hər kəs bir-birini keçməyə çalışır. Bizi hal-hazırda sosial mediadan ünvanlayıblar. Düzdürmü? Məncə düzdür. Məncə də düzdür. Məncə gəl real danışaq da Səid müəllim. Gəl real danışaq ki, bizim bəy sürücülər bir-birlərini keçməyə çox çalışırlar yolda və adekvat olmayan hərəkətlər edirlər avtomobillə. Bu səbəbdə
qəzaya yaradır. Qəza şəraiti yaradırlar. Qəza da olur. Qəza da- Qaçılmaz olur. qəza Qəza da- oldusa tıxac tıxac olacaq. olacaq, bəli. Tıxac da varsa o yolda yəni saatlarla səbirlər qalırsan. kəsiləcək. Bəli. Bir də Əli, keçən verilişlərdə, keçən buraxılışlarda biz yadındadırsa, bilsən hardan bəhs elədik? KTV-dən bəhs elədik, Əhmədlidən Bəli, xalqlara gedəndə, bəli, bəli, bəli. KTV-də. Bəli, bəli. Elmar mənə yazmışdı ki, deməli, sizə zəhmət Babəkdə KTV-yə dönən yolda 3-cü zolağın birinə məcburi sola nişan. Yadındadır keçən dəfə vurğuladım. Bəli, bəli, Həmin bəli. isə dediniz sol tərəfi zolağa bir dənə, yəni yerdə bir dənə nişanlanma xətti niyə çəkilir ki? Yəni bu 3 dəfə təkrarlanmalıdır və sol zolağı yalnız sola və ya geriyə Bəli, dönmək üçün bəli, nəzərdə bəli. tutulmalı. Həmin bəy, yəni Elmar vurğulayıb ki, onu bir dəfə də işıqlandırın, bir dəfə də gündəmə gətirin ki, bəlkə oranı da düzəltsinlər. Düzəldərlər. İnşallah ki, Bəli, dinləyirlərsə düzəldərlər. Orada söhbət təkrarlamadan da əlavə intensiv yoldur. Sadəcə olaraq bir problem nədir? Bir problem odur ki, mən əslində tam başqa şey təklif eləyərdim. Bu mənim şəxsi fikrimdir. Bilmirəm, Necə razı yəni? olarsınız, razı olmazsınız. Mən təklif eləyərdim ki, sola məcburi dönən istiqamətdə olan zolaq ki var, ora yol ayrıcı qoyulsun. Yəni o zolağa girdinsə, Ayrıcı zolaq qoyulsun yolun ortasına. bəli, yəni ora girdinsə, məcburi şəkildə ancaq düzünə gedə biləsən. Yəni çünki fikir ver, o zolaqda həmin yolda mən də o yoldan çox istifadə edirəm və gün ərzində demək olar ki, istər səhər olsun, istər günorta saatları olsun, istər axşam saatı olsun, fərqi yoxdur. Düzünə, yəni xalqlar dostluğu istiqamətinə gedən yolda, orada nə qədər edirsən et, mümkünatı yoxdur ki, tıxaca düşməyəsən. O da tıxacda nəyə görə yaranır? İşıqforu hətta o işıqforun müddətini bizim xahiş etdik, həmən o məsələni işıqlandırıb xahiş etdik ki, müddətini artırsınlar. 30 saniyədən 45 saniyəyə artırılır. Artırıblar. Bəli. Amma nə oldu? Nə dəyişdi? Heç bir şey dəyişmədi. Bilirsən nəyə görə? Çünki sol zolaqla gedirlər. Sonra çata-çatda axı oradan qarşıdan gedəndə zolağı dəyişən kimi düzünə getsə cərimə yazılır axı. Yerdəki nişanın tələbini pozduğu üçün. Ona görə də keçirlər sağ zolağa. Başlayırlar sağdakıları orta zolaqdan gedəni sıxmağa. Çünki sağ zolaq zaten ictimai nəqliyyat üçün ayrılmış zolaqdır və yalnız çata-çatda sən əgər yuxarı qalxırsansa, işıqfordan sağa qalxırsansa o zolağa gedə bilirsən. Ora müəyyən bir istiqamət xətti qoyublar ki, oradan qalxa biləsən. Buna baxmayaraq bizim sürücülər yenə də dayanmadan sol zolaqdan istifadə eləyirlər. Yəni ki, sağla getmək istəyəni görürsən ki, məcburi şəkildə səni sıxır ki, yox mənə yol verməlisən ki, mən buradan çıxım da. Qardaş, bu qədər insan öz zolağını tutub gedir. Ondan nəyin əksiksə inandırım. Bir dəfə biz nədənsə yol polisini görəndə qaydaları pozmuruq. Bəli. Həmən zolaqda yol polisi dayanmışdı. Sadəcə olaraq dayanmışdı orada. Və hamı orta zolaqla getdi. İnandırım sənin tıxacı olmadı o yolda. İkinci svetofordan artıq sağ zolağa, orta zolağa yer dəyişmə elədi. Bəli, Daha bəli, axırı bəli. gözləmədilər. Bəli, bəli. Hər vaxtınız xeyir olsun Əli müəllim, necəsiniz? Yaxşı olasınız Hüseyn müəllim, siz necəsiniz? Mən razı deyiləm. Xanımlar tıxacı yaratmır. Yaradan elə 99% sürə bilməyən bəylər. Yəni dönmək işığı istifadə eləmirlər. Hər gün mən səhər binaatçılıqdan gəlirəm Qarayeva. 1 saat evdən tez çıxıram. Nə boyda ara məsafə saxlayıram. O həmin ara məsafəsinə girən hər biri də bəydir. Hər biri də bəydir ya. Yəni xanımlar ola bilər, aralarında təcrübəsi sürücü ola bilər. Yəni bir dənə, iki dənə xanıma görə, yəni o deyil də. Yəni ona görə demək lazım deyil ki, xanımlar sürə bilmir. Yox. Yəni xanımlar arasında da yaxşı sürənlər var, möhtəşəm sürənlər var. Bəylərin içində də, amma qayda pozuntusunu şəxsən mənim dəfələrlə mən qəzaya düşmüşəm. Dəfələrlə hamısında da ki, bəylər olur. Hamısında. Və gəlib vurub durduğum yerdə də daldalı gəlib belə tıxacın içində maşını vurublar. Sonra qayı gələndən sonra deyib ki, mənə gəldi deydi. Halbuki yaxşı da orada görüntü var idi. Yoxsa mən sübut edə bilməzdim. Yəni o düzgün yanaşma deyil. Yəni bu xanımlar hamısı belə deyil. Yəni sürə bilməyənlərin 99% də bəylərdir. Mən yəni iş yoldaşlarım var, valla günə nə qədər velosiped sürürdü. Maşın alıb danışanda nə danışır elə bilkən ki 40 ilin şoförüdür. Amma belə deyil də. Yəni mən 16 yaşımdan maşın sürürəm. Mən pravanın avtoşkola məktəbdə oxumuşam. Amma mən bu günə qədər heç yana deməmişəm ki mən şoförəm. Amma 2 gündür maşın sürənlər var deyir ki mən şoförəm. Mənə bu düzgün yanaşma deyil. Təşəkkürlər Hüseyn bəy, minnətdarıq, dəyərli və geniş fikri izah elədiniz. Mən çox təqdirə layiqəm. Bu arada bizim Nurhan xanım da dəstəkləyir Hüseyn bəyi. Mən də dəstəkləyirəm. Bayaqdan təsdiqləyirdim ki, ancaq bizim
bəy sürücülərimiz tıxacın yaranmasına 99% səbəbdir. 1% xanımlardır. Mən artıq o faiz dərəcələrini daha çox, Hüseyn də məni biraz ürəkləndirir, daha çox yüksəltməyə çalışıram. Düz deyirsən, çünki xanımlar nəzəriyyəni çox gözəl bilirlər və bundan da əlavə daha diqqətli sürürlər. Nəyə görə? Bunun bir məsələ var. Bizim bir həmkarım var idi, xanım aparıcılardan. Onunla söhbət eləyəndə mənə qayıtdı ki, dedi, "Əli, biz avtomobilə də öz evimiz kimi baxırıq." Yəni deyir, xanımın o evdə təmizkarlıq, səliqəlik, deyir, yolda da biz eləyik. Vacibiyyət odur ki, yolda özünü təmiz saxlayasan, yolda özünü səliqəli aparasan ki, başqalarına mane olmayasan. Bu bir mənalı olaraq belədir. Bəzən görürəm ki, xanım sürücüdür, orta zolaqdan gedir. Yəni ki, bizdə bir düşüncə var ki, bəy sürücülərinin əksəriyyətinin, mən buradan deyirəm, bir mənalı, yəni fikrimin arxasında da deyirəm, 90-lıq zolaqda mütləq şəkildə sən 99 ilə getməlisən. 95 ilə getməlisən. Niyə? Nəyə görə? Həmən xanım bir də 90 ilə getmir, 80 ilə sürür. Və halbuki onun ötməyə 2 zolağı var. Nədir ki, gəlib o zolağa çatıb, qardaş, dönmə işığı yandır. Zolağı dəyiş, ötmə tərəfinə çıx get. Get, bəli. Get. Yox. Başlayacaq uzaq vuran işıqlardan istifadə eləməyə ki, mənə bəli, uzaq ki, yol ver mənə. Hələ yanından keçəndə uzun da bir siqnalından da istifadə edirlər ki, elə ki, boynu 180 dərəcə fırlanıb baxır, ondan sonra hə. Gördün xanımdır. Qardaş, xanımdır deyəndə fərqi yoxdur. Əgər zolağı 90-lıq zolaqdırsa, məcbur deyilik biz 90-dan gedək o zolaqda. Ümumiyyətlə, Əli, bu 90% bizim sürücülərin əksəriyyətinin beynində bu fikir formalaşıb ki, elə 90 yazılıbsa mən 99 ilə gedə bilərəm. Xeyr, bu belə deyil. Bu sadəcə nədir? Bizə cərimənin tətbiq olunması 10 və daha yüksək sürət həddi aşanda olur. 9 sürət həddi aşanda cərimə tətbiq olunmur deyə. Bunlar elə fikirləşirdi ki, biz elə 60 yazılıbsa 69 olar, 70 artıq cərimə deyə olmaz. Yox, biz müsəlmanıq axı, cərimə yazılmasa onu qadağa kimi hesab eləmir. 9006 abonent yazıb. Salam, axşamınız xeyir olsun. Aleyküm salam. Tıxacın bir neçə səbəbləri var. Bir, özünü çox vacib şəxs hesab edib yolun hərəkət hissəsində park edən sürücülər, əla. 2, hərəkət zamanı zolağı və hərəkət sürətini düzgün seçməyən, lazımsız manevrlər etməyə çalışan sürücülər, çox gözəl. 3, şəhərin bəzi hissələrində hərəkətin intensivliyini nəzərə alınmadan quraşdırılan yol nişanları, o da düzdür, razıyam. Və 4, sürücülərin bir-birinə yol verməməsi, bu bizim yaralı yerimizdir. 4-ü ilə də razıyam. Mən də 4-ü ilə razıyam. Bir də 3-cü hissədən bir dənə də əlavə eləmək istəyirəm. Orada da bizim şəhərin bəzi hissələrində intensiv yol hərəkəti olmayan yollarda sürət həddinin 40 km/saat sürətində hərəkət nişanı, maksimal sürətin məhdudlaşdırılması nişanı qoyulmasıdır. İntensiv yol hərəkəti yoxdur. Yaşayış zonası da orada. Yox, məntəqə başqadır, zona başqadır. Əli, məntəqə sadəcə şəhər daxili əsas vacib olan yollardır. Amma zona yaşayış zonası, məhəllə içi yollardır, həyət ərazilərindən keçən yollardır. Yəni məntəqə ilə zonanın arasında eyni qaydalarda da yol hərəkəti haqqında qanunda da yaşayış məntəqəsi ağ fonda hər hansısa bir şəhərin, rayonun adı yazılmış nişanda maksimal sürət həddi 60-dır. 40 sürət həddi nişanı niyə qoyuruq ki? Yəni bir şey ki, burada intensiv yol hərəkəti yoxdur, qəza baş vermir. Qəsəbə daxili yolların ümumiyyətlə sürət həddi nə qədər olmalıdır? 60 km/saat sürət. Qəsəbə daxili. Qəsəbə daxili. Yəni bir qəsəbə daxili deyəndə bura yaşayış məntəqəsi də gedir. Eyni ilə. Amma biri də var ki, məhəllə içi yollar, həyət ərazilərindən əhalinin sıx məskunlaşdığı yerlər, burada artıq maksimal sürət həddi 20 km/saat sürətidir. Bir qədər mənim maraqlı gəlir nəyə görə? Çünki qəsəbə daxili yollar axı istər-istəməz orada insan kütləsi çoxdur, hərəkət kütləsi çoxdur. Nəyə görə sürət həddini o qədər artırsınlar ki? 60 km/saat sürəti, yəni normal sürətdir. Yəni bu çox da maksimal sürət həddi deyil. Yəni yüksək limitli həmən sürət yol həddi üçün, deyil. həmən yollar üçün. Baxır yola da, mən də deyirəm. İntensiv yol hərəkəti yoldan yola fərqlənir, qəsəbədən qəsəbəyə fərqlənir. Əgər ki bir yolda 60 sürət həddi qoyuruqsa, burada qəzanın baş vermə hissələrini nəzərə almalıyıq. Yol ayrıclarını nəzərə almalıyıq. Piyadaların yola daxil olması, piyada keçidlərini nəzərə almalı, ondan sonra sürət həddini aşağı salmalıyıq. Amma piyada keçidləri yoxdursa, mən sürət həddini niyə 60-dan 40 sürət həddinə hərəkət edeyim? Piyada keçidləri yoxdursa, ümumiyyətlə. Yol ayrıcı, qəza baş verəcək hissələr yoxdursa, yəni burada birləşmələr, kəsişmələr yoxdursa, sürət həddi qoyulub 40. Hələ elə yerlər var, indi rastımıza gəlir 30 sürət həddi. Yaşayış zonası deyil, burada niyə 30 qoyuruq? Orada yolda insanlar keçir, bəlkə də ona görə mən elə fikirləşirəm. Piyada keçidi qoy. Piyada keçidi qoy.
nizamla və ya nizamlanmayan piyada keçidi qoy. Piyada da artıq dərk eləsin ki, mən burdan yox, piyada keçidindən keçməliyəm yol hərəkəti. Bizim ən o yaralı hissələrimizdən biri. Düz sürücüləri nə qədər də qınasaq belə, amma piyadalarımızda da əksər səhvlər var. Əzizim, piyadalar onsuz da piyada keçidi qoyulsa belə, piyada keçidi qoyuldu, qoyulmadı, hardan gəldi keçir. Hətta keçir və əli ilə göstərir ki, orada piyada keçidi vardı. Qardaş, orada var idi, orada keçdi. Burada niyə keçirsən ki? Bu Dərnəgül yolu bayaqların bildirdiyi Dərnəgül yolu ilə bağlı müzakirə aparmağımız. Yəni orada Dərnəgül yolunda tıxacın yaranma səbəbi biz bilirik də 6 zolaqlı yoldur. Yəni gediş istiqamətində. Orada keçən səfər də vurğulamışdıq. Yəni körpüyə sadəcə kənardan daxil olan biraz dırnaqarası deyək, ağıllı bəzi sürücülərimiz var ki, sağ ikinci, birinci zolaqla gedirlər. Sol tərəf artıq müəyyən hissədə intensivlik yaranıb, yavaş yeriyən tıxac yaranıb. Onlar gedirlər düz körpünün kəsişmə hissəsinə, yəni körpüyə qalxan hissədə artıq gəlib 3-cü, 4-cü, 5-ci zolaqları, bu zolaqları tuturlar. Orada da həm qəza şəraitinin yaranmasına səbəbdir. Bunu bayaq yol patrul əməkdaşımız Sənan bildirmişdi mənə ki, o hissəni vurğulayın. Sürücülərimiz o hissədə həm diqqətli olsunlar, həm də müəyyən hissədə qayda pozuntuları etməsinlər. Öz zolaqları ilə daxil olub hərəkətlərini davam etdirsinlər. Vüqar səs göndərib, gəl Vüqarın səsinə qulaq asaq. Salam, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir Vüqar bəy. Deməli, bu mövzu ilə bağlı belə deyək də, tıxaca səbəb olan amillər demək olar ki, çoxdur. Bunlardan ilk növbədə mən belə düşünürəm ki, biri mobil maşın idarə edərək, avtomobil idarə edərək mobil telefondan istifadə eləmək. Yəni bu %100 sürücünün fikirlərini yayındırır və bu güzgülərdən istifadə eləmir, baxmır, bunun fikri başqa yerə gedir, bu da maşının idarə etməyini başlayır yavaş sürməyə, bu da gətirir tıxaca da səbəb olur, bəzən görürsən ki, yol nəqliyyat hadisəsi də baş verir bu mobil telefonlarından. Ən birinci nöqtə nəzərdən götürsək, birinci mobil telefondur. Yəni bu fərq eləmir. Kişi sürücü ya qadın. Mən çox xahiş edərdim sürücülərimizdən ki, mobil telefondan biraz az istifadə edin. Çox sağ olun. Təşəkkürlər Vüqar bəy, minnətdarıq, çox sağ olun. Bəli, razıyam. Əslində mobil telefondan yəni istifadə etmə nəinki tıxac yaradır, birbaşa qəzaya da səbəb olur. Qəzaya səbəb olmaq, qəza artıq tıxacın yaranması deməkdir. Yəni bir zolaqda qəza baş verdi, o zolağın hərəkəti məhdudlaşdırıldısa, avtomatik digər zolaqlar, yəni digər nəqliyyat vasitələri, o zolaqda olan nəqliyyat vasitələrinin sürücüləri məcburdur ki, yer dəyişmə eləsinlər. Yer dəyişmə də hərəkətin intensivliyini azaltmağa səbəb olur. Jalə bizə yazıb ki, canlıdan xanımlar biraz diqqətli ol. Biz xanımlar biraz diqqətli oluruq, amma bəzən də çox ehtiyatlılıq da tıxac yaradır. Çox ehtiyatlıq tıxac yaradır deyəndə Jalə xanım, burada yəni ehtiyatlılıq deyəndə nəyi nəzərdə tutursunuz ki, tıxac yaradır? Jalə xanımın deyim nəyi nəzərdə tutdu? Bəzi döngə və ya manevr qaydaları var ki, orada xanımların reaksiyası kişilərin nisbətən azdır. Biraz o qorxa idarə etmə məsələsi var. O da bütün xanımlara şamil eləmirəm, düzdür. Yox, ümumiyyətlə %90 söhbət necə gedir? Xanımlar belə eləyirlər. Yəni bu əslində psixologiyada da belədir də. Xanımlar əvvəlcə analiz edirlər, götür-qoy edirlər, sonra addım atırlar. Bəy sürücülər bəli, yerindəcə qərar veririk. Kişilərin beyni bir qədər daha belə deyim də, daha sərt işləyir. Yəni nə barədə? Yəni biz hadisə vaxtı tez qərar verməyi öyrəşmişik. Bu bizim artıq tipimizdədir. Bəy sürücülərdə. Amma xanımlar isə xanımın üzərində məsuliyyət var deyə, ailədə necədir? Yəni xanım götür-qoy edir, fikirləşir, bu ailə üçün, ev üçün daha yaxşı olar. O səbəbdən yolda da yenə addım atır. Ona görə də bəli, amma ehtiyatlılıq, həddən artıq ehtiyatlı tıxac yaradır. Bəlkə dediyinizdə o sizin dediyinizi nəzərə alsaq, bəli, Səid müəllim. Yəni ehtiyatlılıq bir balaca qorxaq hərəkət etmədən bəhs edir 100%. Yəni o da ki, başqa ehtiyatdan niyə tıxac yaransın ki? Bəli. Emil yazıb ki, şəhərdə tıxacı rayondan gələnlər yaradır. Rayonlar mən də düşünmürəm. Emil bəy, rayondan gələnlər deyəndə, yəni rayondan gələnlər 20 yanvardan daxil olur, Lökbatandan daxil olur.
orada tıxac yoxdur daxil olma hissələrində əksər hallarda. Yəni o hissələrdə. Orada əksər hallarda tıxac hardan başlayır? Yəni Bakıya giriş hissələrindən yoxsa sonradan şəhərə sırf giriş hissələrindən? Şəhərdə tıxac olur da. Bakıya Şəhərin- girişdə olmur axı tıxac. İndi belə çıxır ki, Mərdəkan tərəfdən gələnlərdə niyə tıxac yaranır? O da rayondan gəlmir ki. O da düzdür. Hə, orada niyə tıxac yaranır? Yəni fərq etmir. Burada nə rayon, nə Bakı, yəni şəhərə ayırmasaq və yaxud da ki, rayonunu şəhərə ayırmasaq, tıxacın yaranmasına səbəb birbaşa sürücülərdir. Yəni istər rayondan gəlsin, istər şəhərdən gəlsin. Yəni inandırım ki, bizim bəzi sürücüləri qıraqdan çəkib onların özlərinə göstərsək, yolda elədiyi hərəkətləri Sən səhv çıxardır. səhv Yəni çıxarda. səhv çıxardar deyəndə necə? Yəni danışığı ilə elə deyər ki, elə bil ki, mən səhvəm, elədiyim hərəkət mənim səhv idi. Amma o O da düzdür. Hə. O da düzdür. Onunla da razıyam. Əli, bizdə yol hərəkətində belə bir hal var ki, deyir ki, siz təcrübəli sürücü olaraq digər sürücülərdən, misal üçün qayda pozan sürücülərdən nəyi tələb etməlisiniz? Mən bunu izah verəndə dərslərdə, qaydalarda tələbələr deyir ki, müəllim, biz nə isə tələb eləyə bilərik başqa sürücülərdən. Əlbəttə ki, tələb eləyə bilərik. Əgər qayda pozursa və yaxud da ki, qayda pozmasına qəzaya səbəb olacaqsa, siz qaydalara riayət edəcəyini tələb etməlisiniz. İkinci zolaqda saxlayıb manatdan yasımalı çağıran inşaat mövzusunun qabağında duran sürücülər bilavasitə təhlükə mənbəyidir. İkinci, bizim bir-birimizi simpatiya və ya empatiya duymamağımızdır. Biz bir-birimizi qətiyyən başa düşmürük. Üçüncüsü, biraz məntiq və ağıl lazımdır. Dördüncüsü, məntiq ağıl heç kimdə yoxdur. 80% insanda yoxdur. Bu da dördüncüsü. Çox sadə səbəblər. Çox sağ olun Ramin bəy. Bəli, axırıncı ümumiyyətlə məntiq ağıl lazımdır. Dördüncü də o da onlarda yoxdur. Çox maraqlı yanaşmadır. Hazıram, razıyam sizlə əslində. Çünki bu simpatiya, empatiya məsələsi də çoxların özünü haqlı bilməsi, özünü üstün sayması bu bizim çox acınacaqlı necə deyirlər halımızdır desək daha düzgün olar. Çünki biz bir qədər hər bir halda hər kəs özünü haqlı bilir. Bu ümumiyyətlə bizim tipajımızdadır da. Yəni bu tipaj olaraq biz artıq belə formalaşmışıq ki, istənilən halda, istənilən vəziyyətdə fərqi yoxdur. Xəstəxanaya gedirsən, xəstəxanada növbəyə dayanırsan və gələn görür ki, qarşında 4 nəfər adam dayanıblar. Deyir, bir dənə içəri girim, həkimə söz deyim çıxıram. Yəni bu həkimə söz deyib çıxıram. Yəni bu qədər 4 nəfər adam gözləyir də. Yəni bu da söz deyib. O qədər olub ki, fikir vermişəm. O 4 nəfər dinlənib ki, qardaş, vallah biz də elə söz deyib çıxacağıq həkimə. Yəni yox, mənim işim 1 dəqiqəlik deyilən bir şey yoxdur da. Gəlmirsən növbə tut, bu ancaq bizdədir. Mən bir çox Avropa şəhərlərində olmuşam və maraq üçün sırf maraq üçün müzakirə deyilən müqayisə etmək üçün elə məkanlara getmişəm. Hamı gələcək, növbəsini götürəcək, səliqəli şəkildə oturacaq sakitcə. Özü ilə məşğul olacaq. Musiqiyə qulaq asan kim, hər hansı bir yaşdan kim, videoya baxan kim, fərqi yoxdur. Növbəsi çatanda gedəcək. Bəli, gedib orada çıxan. Yəni dəfələrlə Avropa ölkəsində belə işıqfor qırmızı yanır. Bütün maşınlar, yəni piyadalar üçün qırmızı yanır, sürücülər üçün yaşıl yanır. Yolu keçən şəxs varsa, hərlərini fırlanıb gəlib bizimkilərdən biri çıxır. Yəni bunu dəfələrlə şahid olmuşam. Digər səsə qulaq asaq. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Yolların zolağının heç bir əhəmiyyəti yoxdur. İstər 1 zolaqlı olsun, istər 11 zolaqlı olsun. Azərbaycanda, Bakıda xüsusilə də yenə də tıxac olacaqdır. Bilirsiniz nədir bu tıxacın səbəbi? Bəzi özünə hörmət eləməyən, ailəsinə hörmət eləməyən sürücülər var ki, mənəmlik prinsipindən yaşayırlar. Balaca bir boşluq görən kimi bəzilərinin də önünə keçib həmin o boşluqda özünə yer eləməyə çalışır. Nəticədə o boşluğa da girə bilmir, çünki sürücü deyil axı bir kərə. Və girə bilmədiyi üçün də hərəkətə mane olur, beləliklə əsas hərəkətlərdə də ciddi problemlər yaranır. Ona görə də birinci növbədə çalışmaq lazımdır ki, sükan arxasında oturan hər kəs əgər tıxacda qalmaq istəmirsə, tıxac yaratmaq istəmirsə, mənəviyyatına fikir versin.
Çox düz vurğuladınız. Tamamilə razıyam. Biz elə Səid müəllimlə Biz- bayaq bu barədə də danışırdıq. Demək olar ki, hər gün bunu görürük. Öz zolağı ilə getməyib bizim böyük problemimiz biz zolaqda getmək istəmirik. Bax, bizim ən böyük problemimiz odur. Bütün günü şəhər yollarında Səid müəllim fikir versəz, yəni siz də mən də bütün günü şəhərdəyik, yollardayıq və bunun dəfələrlə şahid oluruq ki, şəhər daxili tıxacların 90%-ni şəxsən özümüz yaradırıq. Bizdə hətta bəyin sözünə bir qüvvət də verim. Orada belə bir nüans da var sürücülər arasında. Çoxları elə bilir ki, dönmə göstərici siqnalını qoşması bizə üstünlük verir. Misal üçün gəlir daxil ola bilmir, dönmə göstəricisini qoşub halbuki. Daxil ola bilmir. İndi bu da öz zolağı ilə hərəkət edir də. Yəni bu əslində biz yer dəyişmə edəcəyimiz zolağa keçməmişdən qabaq dağdan gəlib Bağdakın qovmamalıyıq. Ona yol verməli, maneçilik törətməməli, sonra hərəkətimizi davam etdirməliyik. Bəli. Bu elə bilir ki, mən dönmə göstəricisini qoşmuşamsa, artıq mən keçəcəyim zolaqda olan nəqliyyat vasitəsi mənə yol verməyə borcudur. Xeyr, belə bir yəni dünya yoxdur. Mən əgər zolağımı dəyişəcəmsə, sənin zolağına keçmək istəyirəmsə, sənə niyə maneçilik Bu törədirəm? yazılmamış qanunda Səid müəllim. Hə, Bunların yazılmamış Yox, qanun qanunlardır deyil, ki, yazılmamış sadəcə hərəkətlərdir ki, bunların elədiyi hərəkətlər indi bəy vurğuladı, amma eybi yoxdur. 49 üzr istəyirəm 94 49 abonenti yazıb salam, hər vaxtınız xeyir. Dernəgül yolunda tıxacın səbəbi Masazırı və Xırdalan girən maşınlardır. Orada yol daralır və bir neçə zolaq dolur. Bunu keçən səfər də vurğulamışdım ki, Bəli. əgər bir yolda ki, 6 zolaqlı intensiv hərəkət olan yolda 6 zolaqlı yoldan 2 zolaqlı yola keçid olunursa, artıq burada tıxac qaçınılmaz olur. Biz heç olmasa 6 zolaqdan 4 zolağa keçid eləməli. 4 zolaqdan orta səviyyədə götürsək 2 zolağa keçid eləməli. Amma 6 zolaqlı yoldan 2 zolağa keçirsən, bu 2 zolaqda hərəkət edən bəs 4 zolaq onlarda hərəkət edənlər neynəsin? Onlar da məcburdur digərlərini sıxışdırsınlar. Bu da tıxacı yaranmasına səbəb. Bir mənalı bəli. Böyük problemlər, bəzi elə prospektlərimizdə də o halına rastlaşırıq. Çox təəssüflər olsun. Yəqin ki, adekvat olan hər hansı bir dəyişikliklər də yaxın zamanlarda olacaq. Ən çox tıxacı o yaradır ki, telefona baxa-baxa sükan arxasındadırlar. Niyaməddin yazıb bizə bunu. Tıxacda ən səbirli sürücü taksi sürücüləridir. Çünki artıq öyrəşiblər. Bunu da Mən yəqin deyərdim ki, ki, ən riskli sürücülər taksi sürücülərdir. Çünki yersiz, yəni lazımsız manevrlər daha çox eləyirlər. tıxacı yaradanlar onlardır. Bəli. Yəni tək tıxacı onlar yaratmır, elə Təbii. deyil. Yəni sürücülərin əksəriyyəti ona qalsa ümumi istifadəli nəqliyyat vasitəsinin sürücüsü, avtobusun sürücüləri də tıxacı yaradır. Parklama qaydasına əsasən səhv parklayanlar tıxacı yaradır. Yəni asta sürətlə hərəkət edənlər, həddindən aşağı asta sürətlə hərəkət edənlər tıxacı yaradır. Lazımsız yerlərdən, icazə verilməyən yerlərdən, piyada keçidi olmayan yerlərdən keçidə keçməyə çalışan piyadalar tıxacı yaranmağına səbəb olur. Yəni tək taksi sürücüləri nəzərdə tutmuram da, yəni ümumiyyətlə deyirəm. Arzu xanım isə yazıb ki, kişi də qadın da fərq etmir. Əsas odur ki, qayda bilən sürücü tıxac yaratmaz. Bəli. Bunu da Arzu xanım bizə deyib. Ümumiyyətlə tək qayda bilən sürücüdən yox, mən tövsiyə eləmək istəyərdim tək yol hərəkət iştirakçılarından sürücülərə yox, bütün yol hərəkət iştirakçılarına biraz diqqətli olsunlar. Bayaq vurğuladığım kimi, yəni yersiz, lazımsız manevrlər etməsinlər. Həm öz, həm də digər yol hərəkət iştirakçılarının hərəkət təhlükəsizliyini təmin etsinlər. Səid müəllim, son söz olaraq nə bildirmək istəyirsiniz bizim sürücülərə? Nəyə diqqət etsinlər ki, tıxac olmasın Əsas şəhərdə? da manevr qaydalarına diqqət yetirsinlər. Həddindən aşağı asta sürətlə hərəkət etməsinlər. Bayaq vurğulandığı kimi, yəni sükan arxasında telefondan əldə saxlamaqla ondan istifadə etməsinlər. Qəzaya səbəb olmasınlar. Yəni mümkün qədər səbrlə, təmkinlə öz hərəkət zolağında lazımsız manevrlər etmədən öz hərəkət zolağında hərəkətlərini davam etdirsinlər. Və sürücü mədəniyyəti də əsas vacib amillərdən biridir ki, bəli. Həm yaralı yerimizdə, həm də vacib amillərdən. Vacib amillərdən biridir və bir şey də bizim dinləyicilərə vurğulamaq istəyirəm ki, maksimum dərəcədə çalışın, göndərdiyiniz səs 1 dəqiqəni keçməsin. Çünki göndərdiyiniz səsləri biz tam olaraq efirə verə bilmirik. Uzun səslər olduğundan və artıq verilişimizin də bitməyinə sayda dəqiqələr qaldığından tam olaraq verə bilmirəm. Belə deyim, hörmətsizlik olmasın deyə dinləyicimizə qarşı bir hissəsini verəcəm səsinin və artıq məncə də ümumi anlayışı başa düşmək olar. Salam, hər vaxtınız xeyir. Yox, mən razı deyiləm bu fikirlə. Bəli, Azərbaycanda ümumiyyətlə sürücülük mədəniyyəti yoxdur. Bu bir mənalıdır. Bu da nədən qaynaqlanır, nədən bilinir? Heç kim öz zolağında hərəkət eləmir.
heç kim öz zolağında hərəkət eləmir. Məsələn, Dərnəgül prospekti, Dərnəgül yolunu götürsək, Zeybiyadov prospektini. Əvvəldən axıra kimi o prospekti gedən adam, əvvəldən axıra kimi neçə dəfə zolaq dəyişir. Böyük ehtimalla hər 3 zolağın, hər 4 zolağın hamısına keçir yol boyu. Niyə? Bu mənasız bir şeydir. Bu bir. Ancaq Bakı şəhərində, Bakı şəhərini təkcə bir yolla nəzərdə tutmaq olmaz. Bakı şəhərində tıxacların səbəbi 90% yoldan qaynaqlanır, infrastrukturdan. Elə yenə götürsək Dərnəgül yolunu bir misal üçün. Dərnəgül yolu gəlir 4 zolaq, 5 zolaq. Gəlir Qara-Qarayevə birləşən körpüdə. Neçə zolağa düşür? 2 zolağa. Bu avtomatik məlum olan məsələdir ki, o tıxac yığılacaq Dərnəgül boyu. Kilometrlərlə yığılacaq tıxac. Çünki hal-hazırda iş vaxtı bitəndən sonra bütün istiqamət şəhərdə, Bakı şəhərində 2 dənə yol var. 2-3 istiqaməti ana yol var. Hamısı o yolla hərəkət edir. Minnətdarıq əziz dinləyicimiz. Sizin də sözünüzə qüvvət olaraq bildirmək istəyirəm ki, səs bir qədər uzundur, ona görə hamısını verə bilmədim. Artıq verişimiz məhdudlaşır, sağollaşmalıyıq artıq. Razıyam sizinlə. Şəhər tək bir yoldan ibarət deyil. Bir sıra yollar var və bu səbəbdən də maksimum dərəcədə çalışmalıyıq ki, zolaq boyu belə hərəkət edərkən, manevr edərkən düzgün etmək lazımdır. Və artıq bilirsən ki, sən qarşıdan o 4 zolaqdan 2 zolağa keçirsənsə, istər-istəməz özünü o cür formalaşdırmalı. Bəli, zolağı tutmalısan ki, sabah problem olmasın. Yəni sabah deyəndə artıq qarşıda problem olmasın. Bunu da ki, çox təəssüflər olsun ki, bizim sürücülərimiz buna fikir vermirlər. Bir də Buyur. Üzr istəyirəm, sözü kəsirəm Əli. Bir də əsas vacib amil nədir? Tutaq ki, 3 zolaqlı yollarda sürücülərin artıq nişanlanma xəttinin üstü ilə hərəkət edib əlavə zolaqlar yaratmasıdır. Düz zolaq yaratmır, yəni biraz qabağa düşmək istəyir. Bu da digər yol hərəkət iştirakçıları üçün artıq təhlükəsizdir. Bəli, razıyam sizlə. Belə dostlar, özünüzdən müğayət olun, çalışın, yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Sabah eşidənədək.